Milli Hidrometeorologiya Xidmətindən doğru xəbər Azərbaycana bildirilib ki, avqustun 22-sində Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Temperatur gecə 23-27, gündüz isə 30-35 dərəcə isti olacaq. Sabah Naxçıvanda da hava yağmursuz keçəcək və temperatur rekord həddə çatacaq. Belə ki, 40-41 dərəcəyə qədər isti gözlənilir. Azərbaycanın əksər rayonlarında da avqustun 22-sində yağıntı ehtimalı yoxdur. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq, şərq küləyi əsəcək. Temperatur gecə 21-25, gündüz 35-38, bəzi yerlərdə 40 dərəcə isti, dağlarda gecə 12-17, gündüz isə 21-26 dərəcə isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isti hava şəraitində əhalini son dərəcə ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına maksimum dərəcədə əməl etməyə çağırır.